Uşaqlar, deməli, ailədə atanın aylığı maaşı nə qədərdir? 580 manat. Ata nə qədər maaş alır? 580 manat. Ana nə qədər alır? 350 manat. Ananın maaşı 350 manatdır. Sonra nə deyir? Ay ərzində kommunal xərclər isə 135 manat. Bu ata ilə ananın nədir uşaqlar? Aylıq gəliridir. Gəlir. İndi isə xərcləri yazırıq. Kommunal nə qədərdir? 135 manat. %135 manat. Sonra qida xərcləri nə qədərdir? 400 manat. Digər xərclər isə 280 manat. Digər xərclər 280 manat. Axırda bizdən soruşur ki, ailənin aylıq yığımı nə qədərdir? Uşaqlar, bildiyimiz kimi atanın maaşı 580 manat, ananın maaşı isə nə qədərdir? 350 manat. Biz əvvəlcə nə edirik? 580 ilə 350-ni toplayaq. Görək ata ilə ananın aylıq gəliri nə qədərdir? 580 üzərinə gəlinsin 350 manat. 0, 8 üstə 5, 13, 3 yazırıq bir yadda, 5 üstə 3, 8, o da 1, 9. Ata ilə ananın aylıq gəliri nə qədər oldu? 930 manat. İndi isə xərcləri toplayaq. Görək ümumi xərcimiz nə qədərdir? 400-ün üzərinə gəlirəm 135 edir 535. 535-in də üzərinə gəlirəm 280. 5, 11, 5, 2, 7, o da 1, 8. 815. Aylıq xərcləri isə nə qədərdir? 815. İndi isə nə edirik? Ümumi gəlirdən ümumi xərci çıxırıq. 930-dan 815-i çıxıram. 10-dan 5 çıxıram. 5, 2-dən 1, 1. Qalır nə qədər? 9-dan da 8 çıxıram. 1. Aylıq nə qədər əllərində pulları qalır? 115 manat.